Sadece 2 iple başlayacağımız bu çanta için 1 saat yeterlidir ki toxuyub bitirəsən. Bunun için önce ne edirik? Toxuma çox sadədir. Hər dəfə dediyim kimi çantamız motiflər əsasında yaranır. Motiflərin bütün formaları sehirli halqanın içərisinə yığılaraq toxunur demək olar ki, sehirli halqamızı ən asan üsulla yaradırıq. Sehirli halqamızın içərisinə 2 sütunlu toxumalar atırıq. 2 sütunlu toxumalardan əvvəl 3 ilmək çəkirik. Bu bizim ilk 2 sütunlu ilməyimizi əvəz edəcək. Heç bir əlavə ilmək çəkmədən 2 sütunlu ilmələrimizi toxumağa başlayırıq. İkinci və üçüncü 2 sütunlu hörgümüz. 2 ilmək atırıq və yenidən eyni boşluğun içərisinə 3 ədəd 2 sütunlu ilmək toxuyuruq. 2 və 3. 2 sütunlu hörgünü bilməyənlər üçün deyim ki, əvvəlki videolarımda da var və yenidən öyrədirəm. İpimizi milimizin başına dolayırıq və ilmək çəkməklə milimdə olan 2 ilməyi 1, sondakı qalan 2 ilməyi isə 1 toxuyuruq. Və yenidən 3 2 sütunlu ilmək toxuduqdan sonra 2 ilmək çəkirik. Yenidən eyni boşluğun içərisinə sehirli halqaya yenə 2 sütunlu ilmək atırıq. 3 ədəd 2 sütunlu ilmək toxumalıyıq. Mən çantamı əvvəldən toxumuşdum və hazır idi. Sadəcə sizə motifin yaradılmasını öyrədəcəm ki, istəyən olarsa çantanın birə-birini toxuyub hazırlaya bilsin. 3-2 sütunlu ilmədən sonra yenə 2 ilmək çəkirik və bizim əlimizdə 3 qrup 2 sütunlu ilmələr oldu və sonuncu 2 sütunlu ilmək sıramızı toxumağa qaldığımız yerdən davam edirik. Və sonuncu 2 sütunlu ilmək qrupumuzu yaratdıqdan sonra qısa ipimizi çəkib sehirli halqamızı bağlamalıyıq. Kağız iplərlə işləməyin nə qədər çətin olduğunu hər biriniz yəqin ki bilirsiniz. Həqiqətən də iplər çox sərtdir və toxumaq həddindən artıq çox çətindir. Və nəhayət sonuncu ilməni də 2 sütunlu ilməni də toxuyub qurtardıqdan sonra yenidən 2 ilmək atırıq. Qısa ipimizi çəkirik. Kağız iplərdə ortadakı ilməkləri birləşdirən zaman kağız ipi astalıqla çəkməlisiniz ki, qırılmasın. Və əvvəl çəkdiyimiz 3 ilməyimiz var idi. Onun ikincisinin içinə bataraq ilmək çəkib gizlədirik. Daha doğrusu bağlayırıq. Və bizim kvadratımız yarandı. Motifləri hər zaman kənarlarda olmaqla, ortalarda da sonradan yaranacaq boşluqların içərisinə toxuyuruq. Və biz birinci rəngimiz açıq bej rəngdir. İkinci rəngimiz isə tünd rəngdə seçmişik. Bu da kağız ipdir. Lakin birincisi rafya, ikincisi kiloqramla satılan kağız iplərdir. Və nə edirik? İpimizi gizlətməliyik. Qalan ipimizi mənim hər zaman etdiyim qayda necədir? İpimizi kəsirik və sonradan toxuyacağımız halqanın içərisində gizlətməliyik. Və yenidən sonra istifadə edəcəyimiz rəngi seçirik. Başlama hər zaman kənarlardan olmalıdır deyə biz ipimizi sürüşdürmə etməliyik. Bunun üçün boşluqlarda ip sürüşdürmə qaydasından istifadə edərək ilməyimizi başa aparmalıyıq. Və bu hissəyə batdığımız zaman artıq digər rəngimizə başlayırıq. Bu ipimizə keçdikdən sonra yenidən üçlü qruplar şəklində ikili sütunlar toxumalıyıq və əvvəlcə hər zaman olduğu kimi 3 ilmək çəkirik. 3 ilməyi çəkdik. Yenidən ipimizi milimizin başına doladıq. Qruplu
ilməkləri toxumağa davam edirik. 3 ədəd 2 sütunlu toxuma edirik. Heç bir əlavə ilmə çəkmədən ipimizi milimizin başına dolayıb növbəti boşluğa batırıq. Və burada da 3 ədəd 2 sütunlu toxum edirik və nəhayət sonuncu 2 sütunlu toxumamız. Və nə edirik sonra? 2 ilmək çəkirik və yenidən eyni boşluğun içərisinə 3 ədəd 2 sütunlu ilmə toxuyuruq. Yenidən ipimizi milimizin başına dolayıb növbəti boşluğa və burada yenidən 3 ədəd 2 sütunlu ilmə atırıq. Yenidən 1-2 ilmək çəkirik və yenidən eyni boşluğun içərisinə 3 ədəd 2 sütunlu ilmə. Və nəhayət biz gəlib əvvəldə etdiyimiz üçlü qrup var idi, ona çatdıq. İndi necə edirik? İpimizi milimizin başına dolayırıq. 3 ədəd ikili sütun toxuyuruq. Əvvəl burada 3 ədəd etmişdik. Bunu da 6-ya tamamlamalıyıq və indi qalan 3 ilməyimizi toxuyuruq. 2 ilmək çəkib bu sütunda çəkdiyimiz 3 ilməkdən ikincisinin ortasına bataraq bağlama edirik və bizim artıq ikinci rəngimiz alındı. Bu ipimizin də kəsib gizlətmə qaydası ilə gizlədirik, amma başda sütunun başına qədər ilmək gizlətmək qaydası ilə orta boşluğa gəlib çatırıq. Və orta boşluqda artıq bir ilmək çəkib ipimizi biraz uzun saxlayıb kəsirik. Uzun saxladığımız hissəni isə üçüncü qatda toxuyacağımız rəngin içərisində gizlətməliyik. Və yenidən digər açıq krem olan ipimizi götürürük. İlmək çəkmək qaydası ilə artıq necə edirik? İpin başına dolayırıq və ilmək çəkirik. 3 ilməkdən sonra arxada qalan iplərimizi hər zaman ilmələrin arxasında gizlətməliyik ki, toxuduğumuz hissə daha səliqəli alınsın və yenidən eyni boşluğa ikinci bir ikili sütunu toxuyuruq. Əvvəldə atdığımız 3 ilmək hər zaman bizim birinci ikili sütunumuz sayılır və üçüncü ikili sütunumuzu da toxuduqdan sonra keçirik başda olan toxumalara. Hər zaman ortada olanlar üçlü qrup şəklində qalmalıdır. Kənarlarda isə üçlü qruplardan sonra 2 ilmək çəkib daha 3 ədəd ikili sütun toxumalıyıq. Və yenidən ipimizi milimizin başına dolayıb ikili sütunlar toxuyuruq. Və qayda çox sadə, bəsitdir. İstədiyiniz ölçüyə qədər toxuya bilərsiniz. Motiv əsasında yaranan çox formalar var. Bu onların ən sadəsidir. Həqiqətən də 1 saat ərzində 3 motivi toxuyub, bir-birinə birləşdirib çanta əldə edə bilərsiniz. Çanta çox zərif görünən kombinlərinizdə sizin həqiqətən də ən yaxın köməkçiniz olacaq. Mən çox sevirəm zərif çantaları və bacardığım qədərilə də çalışıram ki, o tərz dizaynlar edim ki, müştərilərim də, özüm də çox razı qalım. Və bu qayda ilə yenidən ortada heç bir əlavə ilmək atmadan cəmi 3 ədəd ilmək toxuyuruq. Daha doğrusu 3 ədəd ikili sütun toxuyuruq. Baş hissələrdə isə üçlü toxuduğumuz ikili sütunların ortasında ilmək çəkirik ki, çantanın, motivin kvadratı itməsin və modelimiz daha fərqli görünsün. Mən özümə lazım olan qədər ölçüdə motivi toxuyub gəlirəm.
Və nəhayət mən 3 motivimi toxuyub tamamladım. Motivlər kvadrat olduğuna görə ortadan 2-yə qatlayırıq. Ortadan 2-yə qatlanan motivləri videoda göstərdiyim qayda üzrə düzürük. 3 motivi biz üçkünc formaya gətirib qayda ilə düzürük. Düzdüyümüz motivləri kənarlarında olan son ilmələrin içərisindən çarpazlama qaydası ilə tikərək çantamızı tamamlayırıq. Qaydanı tamamən göstərəcəm, necə tikmək lazımdır və necə qayda ilə tiksək çantamız daha gözəl görünər. İynəmi toxuma mağazalarından əldə etmişəm. Uc hissəsi çox şiş deyil və beləliklə toxumaların tikilməsini çox asanlaşdırır. İstəsəz kommentlərdə yazıb soruşa bilərsiniz, mağazanı təq edərəm və göstərdiyim qayda ilə ipi ilməyin içərisindən keçirib çarpazlama qaydası ilə tikirik. Və bu zaman çantamızda çox qeyri-adi bir görünüş də alınır. Həm də tikmə qaydası çox asandır. Lakin tikən zaman sapı axıra qədər büzmək lazımdır ki, sap boş qaldıqda həm çantanın görünüşü yaxşı olmur, həm də ki, orada yaranan naxış forması itir. İstəsəniz digər rəngli sapla da tikə bilərdiniz. Mən toxuduğum son rəngli sapla tikib tamamladım. Bir hissəni tikmişəm, gördüyünüz kimi çox gözəl görsənir və ikinci hissəni də tikib tamamlayıb gəldim. Və çantamız demək olar ki, bitib. Hər iki tərəfdən bu tikmə qaydasını həyata keçiririk. Orta hissədə əgər boşluq qalarsa, müəyyən bir hissəni əlinizlə toxuya bilərsiniz. Mən toxumuşam, videoda da aydın görə bilərsiniz. Və qulp hissəsini necə edirik? Yenə tünd rəngli ipimdən istifadə edərək özümə lazım olan böyüklükdə və uzunluqda bu hissədən digər hissəyə qədər qulp toxuyuruq. Mən çox da böyük olmayan ölçüdə toxudum ki, çünki balaca çantaya çox da qalın qulp yaxşı görsənmir. Lakin indi daha dəbə düşüb, toxuyan zaman bir hissəni düyün formasında atdıqdan sonra yenidən toxumaya davam edə bilərsiniz. Bu da ağlınızda olsun, bəlkə bəzilərinizə ideya verə bilər. Və beləliklə özümə uyğun olan qədər, yəni 5 ilmək atıb, 5 ilməyi hər iki üzündən toxuyaraq toxumanı sona qədər toxuyub davam etdirirəm. Müəyyən uzunluğa gəldikdən sonra isə ilməklərimi digər hissəyə bərkidib çantamın sapının toxunmasını da beləliklə tamamlayıram. Gördüyünüz kimi çox gözəl, qeyri-adi bir çanta alındı. 1 saat ərzində toxuyub istifadə edə bilərsiniz. İçərisinə maqnit knopka da tikib belə də istifadə edə. Fikirlərinizi bölüşməyi unutmayın.